Salam əziz izləyicilərim. Bugün mən bu videoda çox ləzzətli, ən əsası çox faydalı pəhriz çörəyinin hazırlanmasını bölüşürəm. Bu çörəyi hazırlamaq üçün axşamdan 2 stəkan mərciməyi tərtəmiz yuduqdan sonra soyuq suyun içərisində isladıram. Səhərsi günü isə yenidən tərtəmiz yuyduqdan sonra suyunu təmiz süzürəm və üzərinə 3 yumurta, 1 stəkan qatıq əlavə edib blenderdən keçirdirəm. Ardından üzərinə yarım stəkan duru yağ, 1 çay qaşığı duz və 1 bağlama qabartma tozu əlavə edib yaxşıca qarışdırıram. Hazır olan qarışımı formanın içərisinə əlavə edirəm və üzərinə zövqə görə balqabaq toxumları, küncüt və qara çörək otu əlavə etdim. Və əvvəlcədən qızdırılmış 180 dərəcəli sobada təxminən 45 dəqiqə bişirdim. Çörəyimiz bişdi, artıq hazırdır. Çox gözəl qızarıb. Biraz soyduqdan sonra kəsib içərisində sizinlə bölüşürəm. Qeyd edim ki, dadı çox gözəl dadlı alınır. Siz də hazırlayın, çox rahatlıqla nuş edə bilərsiniz. Videom əgər xoşunuza gəldisə, bəyənməyi, kanala abunə olmağı unutmayın. İzlədiyiniz üçün hər birinizə çox təşəkkür edirəm. Sağ olun, var olun. Gələn videolarda görüşmək ümidi ilə.